Salam dostlar. Demək olar ki, hamımız xoşlayırıq ki, başqalarını tənqid eləyək. Məsələn, ictimai bir iş olub, oradan 2 dənə irad tutaq, tənqid eləyək. Hər hansısa bir dostumuz bir hərəkət eləyib, başlayaq onun dalınca danışaq. Bir növ bu da tənqiddir də. Amma heç birimiz də xoşlamırıq ki, kimlərsə bizi tənqid eləsin. O dəqiqə özümüzdən çıxırıq, qarşı tərəfə ağzımıza gələni deyirik və ürəkdən razı deyilik ki, kimlərsə bizim dalımızda ya bizim üzümüzə sevmədiyimiz hər hansısa bir sözü desin. Amma istəsək də, istəməsək də inkişafımız üçün ya qarşımızdakı insanın inkişafı üçün bəzən bir sıra tənqidlər olmalıdır. Amma o tənqid özü o qədər incə və lətif olmalıdır ki, onun adını biz qoyuruq tənqid mədəniyyəti. Çünki biz tənqiddən arzumuz inkişafdır. Mən bu gün sizlər üçün tənqid mədəniyyətindən danışacağam. Deməli elə ki, bir məclis olur. O məclisdə kimisə tərif edirlər. Adətən görürük ki, ətrafdakılar sakit qalıblar. Məsələn, mən kimisə tərif eləyirəm, 2 nəfər də orada əyləşib dinmir. İndi onların biri deyir, bəli, həqiqətən elədir, o birisi də deyir, düzdür, ən uzağı budur. Amma kifayətdir kimisə tənqid edəm. Kimisə haqqında bir xoşa gəlməz 2 dənə söz deyəm, həmin o ətrafda olan 2 nəfər, 3 nəfər elə qoşulurlar mənə. 5 dənə də elə artıq deyirlər, qarşı tərəfi də artıq məhv eləyib nabud eləsinlər. Sanki hamımızın canında o tənqid eləmək var. Başqalarını əzək, deyək ki, elə bir dənə biz yaxşıyıq. Bizim əlimizdə olsaydı hər şey əla olardı. İndi ki, onun əlindədir, o pisdir. O pis qabağa aparır. Biz hamıdan əxlaqlıyıq, biz hamıdan ədalətliyik. Başqaları ədalətsiz, başqaları haqsız. Bu ruhiyyə hamımızda var. Burada neçə dənə məsələni gərək bir mədəniyyət olaraq görək. Mən bu haqda bugün danışacağam və düşünürəm ki, çox vacibdir. Yəni bir insanın vicdanlı insan olmasını nəzərə alsaq ki, hamımız istəyirik vicdanlı olaq, insaflı olaq, ədalətli olaq, eyni zamanda mərhəmətli olaq, tənqid mədəniyyətini gərək öyrənək. Doğru. Birinci elə sizin üçün təkidlə dediyim söz budur ki, tənqiddə insafı riayət eləyək. Quran-ı Kərim əhli kitabı belə tənqid edəndə, bilirik ki, əhli kitab yəhudilər, xristianlar, Quran nəyə dəvət edirdi? İslama dəvət edirdi də, onlar nə edirdi? Onlar da gəlmirdi İslama. Amma Quran onların belə tənqidində gəlir belə bir cümlə işlədir. Ali İmran surəsinin 113-cü ayəsi buyurur ki, o əhli kitab var, o yəhudilər, xristianlar. Onlar da hamısı bir səviyyədə deyirlər. Yox, onlar hamısı eyni deyirlər. Onların bəzi içlərində var ki, çox yaxşıdırlar. Məsələn, gecə ibadətlə məşğul olurlar. Məsələn, gündüz oruç tuturlar. Quran onları tənqid elədiyi zaman gəlib demir, hamısı pisdir. Deyir, yox, belə, yəni insafdan. İçərilərində yaxşılar da var. Bu bir mədəniyyətdir, əzizlərim. Bir insanı tərif eləyəndə gərək belə deyək. Əlbəttə, düzdür o 2 dənə, 3 dənə işi pisdir. Amma o 2 dənə, 3 dənə işi də çox yaxşıdır ya. Ya 5 dənə işi pisdir. O 4 dənə işi, 6 dənə işi çox yaxşıdır. Bu olar düzgünlük. Bu olar mədəniyyət. Bu olar ədalət. Yoxsa məlumdur, sən qərəzli tənqid eləyirsən. Nə oldu? Bir dənə yaxşı iş olmadı. Nə elədi pisdir? Yox, sən yaxşısan. Əzizim, baxın, biz burada nəyə görə varıq? İstəyirik özümüzü islah eləyək də. Doğrudan, indi siz əgər məni dinləyirsinizsə, bu məqsəddəndir ki, bəlkə 2 dənə də burada yaxşı söz deyək. Özüm də istəyirəm, yəni özüm də şəxsən özüm üçün bunu istəyirəm ki, islah olam. Əgər bir insanın düşmənim belə olsa, düşmənim, diqqət edin. Əgər 2 dənə pis işin deyirəmsə və ortada bir dənə doğrudan da insanlığa xeyir, cəmiyyətə xeyir ya bir kişilik xüsusiyyəti olaraq, mərdlik olaraq onda görürəmsə qarşımdakı insanda, onu mən gərək deyəm. Yəni, o xasiyyəti, o rəftarı, o davranışı çox yaxşıdır.
Digər bir məsələ ki, biz tənqid mövzusunda gərək riayət eləyək. Tənqiddən məqsədim qarşı tərəfi məhv eləmək, onu aradan aparmaq olmasın. Bu artıq zalımlıqdır. Yəni bunun başqa bir adı yoxdur. Sən istəyirsən bu tənqid eləməklə qarşı tərəfin elədiyi bütün o zəhmətləri, yaxşılıqları aradan aparasan və hətta onu məhv eləyəsən. Məsələn, ola bilər də indi bu işində müvəffəq deyil. Bu o demək deyil ki, bu insan ümumiyyətlə müvəffəq insan deyil. Ümumiyyətlə faydasız insandır. Ola bilər, bəli, bu işə qoymusan, bu işdə yaxşı deyil. Sən onu o işdə münasib görmürsən. Amma başqa işə getsə, ona yaxın bir iş ya öz istedadına münasib bir iş müvəffəq olar. Sən gəlsən desən, yox, bu adam çox pisdir, bu adam məhv olmağa məhkumdur. Bu cümlələri ola bilər işlətmirsən, ha. Amma elə tənqid edirsən ki, nəticə etibarı budur. Riayət eləmək lazımdır. Bəli, mən demirəm yoxdur elə adamlar. Bəzi adamlar var ki, misal üçün, onu nə qədər tənqid eləsin, yeri var. Yəni o qədər pis işlər görüb. Yəni bir dənə də ortada yaxşı iş yoxdur. Onları demirəm. Mən istisna hallarından danışmıram heç vaxt əzizlərim. Mən normal vəziyyətdən danışıram. Normal vəziyyət budur ki, gərək islah etmək xarakterli olsun bizim tənqidimiz. Nəinki təxrib etmək, xarab eləmək, əzmək. Bu ədalətə sığan bir şey deyil. Bilirsiniz, tənqiddə nəyə mən həmişə misal olaraq istinad edirəm? Güzgü misalına. Hədisdə var. Əl-müminu mir'atul mümin. Mömin müminin güzgüsüdür. Biz gərək bu hədisi ümumi, bu tərif, tənqid, bütün bu məsələlərdə işə aparaq. Gözəl misaldır. Güzgü necədir? Sən güzgüyə baxanda, o güzgü sən əgər bir yerində, məsələn, sızaq göstərirsə, nə bilim, bir kəsik göstərirsə, amma gözlərin gözəldirsə, o gözəl gözləri də göstərir. Paltarın çirklidirsə, paltarın çirkli olmağını göstərir, amma rəngi gözəldirsə, o rəngin gözəlliyini də göstərir. Güzgü misalı olaq. Yəni, qarşı tərəfə elə bu mesajı verməyək ki, sən pissən. Sən ya çox əlasan, heç bir eybin yoxdur. Əlbəttə, ola bilər qarşı tərəf doğrudan da yaxşı tərəfi çoxdursa, onu deyin. Amma pis məsələsində, mənfi məsələsində iş biraz ağırlaşır da. Yəni, onu həzm eləyə bilməz axı. Sən desin, ümumiyyətlə sən pissən. O heç olmasa 2 dənə yaxşı şey tapdı da. Deyən filan ki, bu yaxşı tərəflərin də var. Bu da çox-çox önəmli məsələdir. Buna həmişə diqqət eləyək, güzgü misalı olaq. Qarşı tərəfə bunu demək lazımdır. Əzizim, bu eyblər ki, sənə deyir, amma əlbəttə mədəni gərək deyək, gözəl deyək, səmimi olduğumuzu ona bildirək ki, mən tənqid eləməkdən səni ucaltmaq istəyirəm. Dost münasibəti kimi tənqid elə. Sevgi dolu tənqid elə. Amma hər halda bunu deyirəm. Deyirəm, qardaşım, bacım, bu eyblərdən məndə də var, ha. Ya bu da olmasa mənim də buna bənzər bir eybim var. Mütləq bunu deyir. O zaman qarşı tərəf deyir ki, hə, bu özü də qəbul edir də, bu eybdən özünün də var, ya bu eybdən də olmasa başqa bir eyb var ki, onu deyir. Deyir, məsələn, məndə də iradlar var, amma sən də bunu riayət eləsin, çox yaxşıdır. Yəni, bir növ səmimiyyət icad olur, bir növ empati qurmaq, başqa ibarətlə desək, oxşar bir şeydir empati əlbəttə. Amma bunu çatdırırsan ona ki, eyni eybdən məndə də var, ya oxşar eybdən. İcazə al, qarşı tərəf istəyirsən tənqid eləsin, icazə al. Bəli, ola bilər ictimai məsələlərdə bunu eləmirik. Amma fərdi şəxsi məsələlərdə icazə al, xəlvətdə. Bir də bunu xüsusilə qeyd edirəm. Adam içində insanları tənqid eləməzlər. Əgər ictimai məsələ deyilsə, məsələ ictimailəşməyibsə, fərdi bir məsələsə lütfən bunu riayət eləyək. Lütfən bunu riayət eləyək. Yəni sən bir insanı cəmiyyət içərisində tənqid eləmisənsə, gözləmə ki, o sənə deyəcək ki, hə, çox sağ ol, mənim inkişafımı istəyirsən, çox səmimisən. Yox, o özünü müdafiə eləyəcək və deyəcək ki, sən mənim xarab olmağımı istəyirsən, sən mənlə düşmənlik eləyirsən, sən məni sındırmaq istəyirsən. Ona görə həm dost münasibətimizi saxlamaq məqsədi ilə, həm qarşı tərəfin həqiqətən inkişaf eləməyin istəyiriksə, mütləq tənqidlərimizi çalışaq, fərdi şəkildə eləyək, xəlvət yerdə eləyək. Özəlliklə deyirəm, əgər ictimai məsələ deyilsə və yaxud məsələ ictimailəşməyibsə, ümid edirəm bu söhbət sizin üçün faydalı oldu. Özünüzə yaxşı baxın. Allah əmanət qalın.